Sənin bizim vəkilə verdiyin ərizə var ha. Eyni ərizənin formasını yazacaqdır. Yaxıbı sən güya izahat verirsən. Bitdi. Sənin qalacaqdır həmin ərizə imza atmalı. Tabi edəcək. O sərsən ərizə yazdırmayacaqdır. Yox, bilirəm. Yenə də polisə gedir axı bu söhbət. Polisə gedməyəcək. Hə, hara gedəcək? Məhkəməyə gedəcək. Məhkəməyə gedirəm də onsuz da. Deyirəm ki, onsuz məhkəməyə gedirəm də, amma polisi yazmayın da, adını yazın, böhtan oldu. Polis gedəcək onun üstünə, o da gəlib bu biləndə söhbəti mən uçurdar et. İddialara görə sosial şəbəkələrdə yayılan bu səs yazısının sahibi Bakı şəhəri üzrə 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevadır. Və direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalancı şahidlik etməyə məcbur eləyir. Məsələni aydınlaşdırmaq üçün adı çəkilən məktəbə yollandıq. Hazırda 201 nömrəli tam orta məktəbdəyik. Yayılan məlumatlarla bağlı məktəb rəhbərliyindən açıqlama istəsək də suallarımıza cavab verən tapılmadı. Nə cavab verdilər sizə? Biz artıq 1 saata yaxındır ki gözləyirik. Açıqlama verməyəcək hə bizə rəhbərlik? O qapını açacağım. Mən bir xəbərəm var. İddiaların həqiqət olub-olmadığını öyrənmək üçün Bakı şəhər təhsil idarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Qurumun cavabında o da qeyd olunur ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.